Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz dövrü onluq kəsirlərdir. Deməli, birinci bizə deyir ki, kəsirinin sonda onluq kəsirə çevrilməyin mümkün olduğunu izah edin. Deməli, biz bilirik ki, məxrəcin vuruqları 2 və 5-lərdən ibarət olarsa, sonda onluq kəsir. 2-dən 5-dən başqa ayrı vuruq olarsa, məsələn 3 olar, 7 olarsa, deməli burada da sonsuz dövr onluq kəsir olur. İndi əgər bu dediyimiz qaydada əvvəlcə kəsir ixtisar olunursa, mütləq kəsir ixtisar eləməliyik. Deməli 36-da 9 ixtisar gedir, 9-a qalır 4-də 1. 4-ün də vuruqları 2 vurulsun 2 olduğuna görə bu sonlu dövr onluq kəsirdir. Sonsuz yox, sonlu dövr onluq kəsirdir. Sonra 55-də 143. 55-də 143. Deməli, bunlar da 11-ə ixtisar gedir. 11-ə ixtisar gedəndə qalır 5. 14-də 11 bir dəfə, 33-də də 11 3 dəfə. Deməli, 5-də 13. Məxrəcdə 5 olduğuna görə, deməli, yenə də nə oldu? Sonlu oldu. Deməli, məxrəcdə 2 və 5-lər, yalnız 2-lər ya da yalnız 5-lər varsa, bu olur sonlu. 24-də 18. Üçüncü kəsirimiz. 24-də 18-in deməli 6-ya ixtisar eləyəndə qalır 4-də 3. 4-ü də sadə vuruqlarına ayıranda 2 vurulsun 2 olduğuna görə deməli bu da sonludur. 88-də 132. 132. 4-ə ixtisar getsə 8-ə də gedir deyirsən. 8 ixtisar gedəndə burada qalır 11. 13-də 8 olar bir dəfə. 13-dən 8 çıxanda 8-ə getmədi. 4 ixtisar eləyək bunu. 4 ixtisar eləyəndə məxrəc olur 22. 13-də 4 3 dəfə 12 eləyir. 12-də də 4 yenə 3 dəfə. Bunlar da gedir. Bir dənə də baxın. Bunu məsələn 4-ə vursam 12 1 yadda 12 1 də yadda 13 düzdür. Hər ikisi təzədən 11 ixtisar gedəndə qalır 3 bölünsün 2. Məxrəcində vuruq 2 olduğuna görə deməli bu da nədir? Sonlu onluq kəsirdir. Burada hansınısa yazmadım deyirsə. 55-də 143-ü yazdıq. 24-də 18-i yazdım. 18-də 27 qaldı. Bir dənə də 10 yazaq. 18-də 27-nin hər ikisi 9 ixtisar gedir, qalır 2-də 3. 2 olduğuna görə deməli yenə də bu da nədir? Sonlu onluq kəsirdir. Yəni ixtisar edəndən sonra bunun sonlu və ya sonsuz olduğunu demək olar. Tapşırıq 8. Deyir ki, aşağıdakı bərabərliklərdən hansı doğrudur? Hansı doğrudur deyirsə, ya burada surəti məxrəcə bölüb, buradakı ədəd almalıyam, ya da burada verilmiş ədədi adi kəsirə çevirməliyəm. Elə birincidə olduğu kimi 47-ni bölək 12-yə. 47 bölünsün 12. 47-də 12 3 dəfə olar. 3 dəfə 12-nin eləyir 36. Çıxanda qalır 11. Burada bir dənə 0 qoyuram. Burada vergül ayırıram. 110-da 12 olar hardasa 9 dəfə olan 90. O da 18 108 eləyir. 18 bir yadda 9 bir də yadda 10. Çıxanda da qaldı burada 2. 2-nin yanına 0 qoyuram. 20-də 12 bir dəfə. Çıxanda qaldı 12. 20-dən 12 çıxanda eləyir 8, 80 oldu. 80-da da 12 olar hardasa 6 dəfə. 6 dəfə olanda olur 72. Yenə burada 8 qalır. 80-da 6 dəfə. Deməli bu ədəd bərabərdir 3 tam %91. 6-lar isə təkrarlandığına görə dövrdə 6. 3 tam %91 dövrdə 6 olduğuna görə deməli birinci tapşırıq düzdür. Sonra 18-də 21. İkincisinə baxaq. 18-də 21. İkisi də 3-ə ixtisar gedir. 3-ə ixtisar gedəndə qalır 6-da 7. İndi 7-ni 6-ya bölmək lazımdır. 7 bölünsün 6 yazıram. 7-də 6 bir dəfə olur 6. 10-da 6 bir dəfə eləyir 6. Çıxanda qaldı 40. 40-da 6 eləyər 6 dəfə. 6 dəfə 6 eləyir 36. Burada yenə qalır. Ondan 6 çıxanda 4, 40-da 6, yenə 6 dəfə və bu deməkdir ki, bu ədəd bərabərdir 1 tam 10-da 1 dövrdə 6-ya. 1 tam 10-da 1 dövrdə 6 olduğuna görə deməli bu 3 də düzdür. İndi 2 nömrəli tapşırığa baxaq. 2-ni yazaq burada.
22 ilə 15 ixtisar getmədiyinə görə 22-ni 15-ə bölürəm. 22-ni 15-ə böləndə 22-də 15 bir dəfə. Buraya yazıram 15. Çıxanda qalır 7. Tam hissə qutardı. Vergülü qoyub burada 0 əlavə eləyirəm. Burada da olar 4 dəfə 60. Qaldı 10. 100-də 15 olar. 6 dəfə 90 eləyir. 90 eləyəndə yenə burada 10 qalır. Bir dənə də 0 qoyanda 100-də yenə 6 dəfə. Bu isə o deməkdir ki, 1,4 dövrdə 6. Burada amma bizə verdi 1,5 dövrdə 3. Deməli bu oldu səhv. Sonra dördüncüsünə baxaq. 75-də 145. 75-də 145. Bunların ikisi də 5-ə bölünür. Hələ ki 5-ə bölsəm burada olur 15. Burada da olur 14'də 5. 2 dəfə 45'də də 9 dəfə. 29 böl 15. İndi 29 15'ə bölək. 29 15 bir dəfə burada 15. Çıxanda qaldı 14. Burada bir dənə 0 vergülü də qoyuram. 140'da da 15 olar. Deməli 10 dəfə olanda 150 eləyir də. Bir dənə səs çıxdısa 9 dəfə. 9 dəfə 5'in 45. 4 yadda 9. 4 də yadda. 13. Burada qaldı 5. 50'də 15 oldu. 3 dəfə. 3 dəfə 15'in 45. 50 qaldı burada. Yenə 50'də 15 3 dəfə. Deməli bu da oldu 1,9 dövrdə 3. İndi baxıram burada bizə verdi 1,8 dövrdə 3. Deməli bu da səhv oldu. Sonra 5-ciyə baxıram. 55'ə 18'ə bölməliyəm. 55 böl 18. 55'də 18 olar 3 dəfə. Deməli bu eləyir 30. 8 dəfə 3'ündə 24. 54 eləyir burada. Çıxanda qaldı 1. Burada vergül qoyuram. 10'da 18 olur 0 dəfə. 100'də də 18 olar. Hardasa 6 dəfə olanda 60, 48, 108 eləyir 5 dəfə. 5 dəfə dolanda 50, bu da 40, 90 eləyir. 90'dırsa qalır 10. 100'də də yenə 5 dəfə. Deməli bu ədəd olur 3,10'da 0 və dövrdə 5 kimi. Burada amma 3,0 dövrdə 6 verir. Deməli bu da səhvdir. Doğru cavab belə olmalıdır. 75'də 91. Yox, deyək 6-cıya baxaq. 90'da 175. 90'da 175 gedir ixtisar 5'ə. 5'ə ixtisar eləyəndə burada qalır 5'dir. Bir dəfə 40'da da 8 dəfə 18. 17'də 5 3 dəfə 15 eləyir. 25'də də 5 5 dəfə. 35 böl 18 elədi. İndi 35'i 18'ə böləndə eləyir. 2 dəfə olanda 36 eləyir. 1 dəfə 18 çıxanda qalır 17. Bura vergül, burada 0 əlavə eləyəm. 170'də dolar 9 dəfə. 9 dəfə 8 dəfə 9'un 72. 7 yadda 9. 7'də yadda 16. 70'dən 62 çıxanda qalır 8. 80'da 18 olar 4 dəfə. 4 dəfə olanda 70. O da 32. Belə 40. Bu da 32. 72 eləyir. 72 eləyirsə 8 qalır. 8'də yenə 4 dəfə. Bu isə o deməkdir ki 1,9 dövrdə 4. Bu 90'da 175 idi. 1,9 dövrdə 4 doğru cavab alındı. Və axırıncısına baxıram. 47'ni bölməliyəm 8'ə. 47'də 8 olar. Deməli 5 dəfə. 8 dəfə 5'in eləyər 40. Çıxanda qaldı 7. Burası 0. Bura vergül qoyuram. 70'də 8 olar. 7 dəfə 8 dəfə 8'in 64 eləyir. 64. Bura qaldı 8. 80'da 8 nə idi? 70'dən 64 çıxanda 60. 60'da 8 7 dəfə. 7 dəfə 8'in eləyir 56. Qaldı burada 4. 40 qaldı. 40'da da 8 olar. 3 dəfə 8 40'da 8 olar. 5 bir dənə də baxın buna. 8 dəfə 5'in 44 yad. 40. 7 çıxdıq buradan. 70'də 8 dəfə 8'in 64. 70'dən 64 çıxanda qaldı 6. 60'da 8 7 dəfə 56 40 qaldı. 40'da da 8 oldu. 5 dəfə 8 dəfə də 5'in 40. Deməli burada tam bölündü. Amma burada cavabı bizə verdi dövr-onluq kəsirlə. Deməli bunun da cavabı səhvdir. 7-cini yazmadıq. 7'də 91 bölü 75 var. Bir dənə. Bir dənə də burada 7'ni yazaq. 7 qaldı. 91'i bölürəm 75'ə.
bir dəfə olur. Bir dəfə 75'in 75. 11'dən 5 çıxanda 6. 8'dən də 7 çıxanda 1. 160'da da 75 oldu. 2 dəfə. Bu elədi 140. Bu da 10. 150. Burada qaldı 10. %75 bir dəfə. 75'i çıxıram. 75 çıxanda qaldı 25. 250 də 75 olar. 3 dəfə. 3 dəfə 5'in 15, bir yadda 21, bir də yadda 22. Çıxanda qaldı burada. 50'dən 25 çıxanda yenə 25 qaldı. Deməli 3 burada təkrarlanasıdır, belə olasıdır. 1 tam %21 dövrdə 3. 1 tam %21 dövrdə 3 də burada 7'cini göstərir və 7'ci də deməli nə oldu? Doğru oldu. Deməli səhvləri də tapdıq, doğruları da tapdıq. Səhvlərin doğru cavablarını isə burada bölmə əməli ilə göstərmiş olduq. İndi deyir ki, elementləri sonlu və dövrü olan çoxluğunun elə alt çoxluğunu yazın ki, onun elementləri dövr olunub kəsirlər, saf dövr olunub kəsirlər, bir də qarışıq dövr olunub kəsirlər olsun. Deməli, bu çoxluqdan biz 3 dənə alt çoxluq düzəltməliyik. Həmən bu 3 dənə alt çoxluğun birincisi olmalıdır, dövr olunub kəsirlər. Yəni dövr olunub kəsirlər deyirsə, burada saf, qarışıq fərqi yoxdur. Dövr harda nə qədər dövr olunub kəsir varsa, onlardan bir dənə alt çoxluğu düzəltmək lazımdır. Deməli, yazaq birincisini. Burada yazıram nömrə 9. Birincisində. Deməli, bizə lazımdır dövr olunub kəsirlər. Bax, 0 tam dövrdə 3. İkincisi, 3 tam dövrdə 6'dır. Bu 6, 6, 6 təkrarlanır. 3 nöqtə qoysa, deməli dövrdədir. Üçüncüsü, 5 tam onda 7 dövrdə 2. Sonra 1 tam %91 dövrdə 2. Bir dənə də 6 tam dövrdə 4. Deməli, bu oldu dövr olunub kəsirlərdən əmələ gələn alt çoxluq. İkinci, saf dövr olunub kəsir deyir. İkincidə saf dövr olunub kəsir. Baxın, bir dənə budur. 0 tam dövrdə 3. 3 tam dövrdə 6. Bu qarışıq dövr olunub kəsirdir. Bu da qarışıq dövr olunub kəsirdir. Bir dənə axırdakı 6 tam dövrdə 4. Saf dövr olunub kəsirdir. Üçüncü, qarışıq dövr olunub kəsirlər. Yerdə qalanlar da qarışıq olası aydındır ki. Bunlar ikisi saf idi, bu qarışıqdır. Yəni həm onluq hissəsi var, həm dövr hissəsi qarışıq olanda. Bir də 1 tam %91 dövrdə 2 də qarışıq dövrü onluq kəsirdir. Vəssalam, bu da belə. 10 nömrəli tapşırıqda deyir ki, verilmiş dövrü onluq kəsirləri cədvəldə göstərdiyi kimi araşdırın. Deməli, bizə cədvəldə 2 dənə ədədi verirdi. Yerdə qalanları özümüz araşdırmalıyıq. İndi buraya yazıram. Həmən cədvəli çəkmək lazımdır burada. Cədvəldə birinci verilir ədədin özü. Ədədin özünü yazıram 0 tam 44, 4 və s. gedir. İkinci qısa yazılışı. Qısa yazılış olasıdır 0 tam dövrdə 4. Üçüncü də tam hissəsini yazırıq. Tam hissə 0. Tam hissə 0. Sonra dövr edən hissə 4'dür. Dövrə qədərki hissə yoxdur. Çünki saf dövr olunub kəsirdir. Dövr edən rəqəmlərin sayı 1. Bir dənə 4 dövr eləyir. Dövrü olmayan rəqəmlərin sayı da bir dənə də bura baxım. Dövr edən rəqəmlərin sayı 2'dir. Dövrü olmayan rəqəmlərin sayı, yəni bu aradakı ədədlər yoxdur. Yəni elə bir dövr olmayanlar yoxdur. Hamısının ya dövrü var, ya da tam hissəsi var. İkinci ədədimizi yazıram. 1 tam 43 7, 7, 7 və s. Deməli, bunu 0, 1 tam 43 aradadır. Mötərizəni yazdım bir dəqiqə.
Burada yazaq ki, deməli 43 qalır. 7 dövrdədir. İndi tam hissəsi oldu 1 tam. Tam hissəsini də yazdık. Sonra dövr edən rəqəmlər 47'dir. 7 buradan deməli təkrarlanır. Dövrə qədərki rəqəmlər 43'dür. 43. Sonra dövr edən rəqəmlərin sayı 1'dir. Dövrü olmayan rəqəmlərin sayı da 43'dən gedir söhbət 2 dənədir. Bu da belə bu cədvəlin ikinci hissəsi. İkinci ədəd üçün olan yeri. İndi növbəti. 3 tam yazaq burada 3 tam onda 1 sonra 63 gedir. Deməli bu da 3 tam onda 1 dövrdə 63 eləyir. Tam hissəsi oldu 3. Tam hissədən sonra deyil dövr edən rəqəmlər 61. Dövrə qədərki rəqəmlər 63'dür bu. 63. Dövrə qədərki rəqəmlər 1. Bu 3'ü qəşəng yazaq burada. Dövr edən rəqəmlərin sayı 2 dənə dövr edən rəqəmimiz var. Dövrü olmayan rəqəmlərin sayı da 1 dənədir. Növbəti ədədimizə baxırıq. Növbəti ədədimiz 0,61 8. Deməli burada da olur 0,61 8 təkrarlanır. Tam hissəsi olur 0 tam. Dövr edən rəqəmlər 8. Dövrə qədərki rəqəm 61. Dövr edən rəqəmlərin sayı 1. Dövrü olmayan rəqəmlərin sayı da oldu 2. Sonra növbəti ədədimiz gəlir. 25 103 yəni 103'lər təkrarlanır. Onda 25 tam dövrdə 103 olur bu. Tam hissəsi oldu 2. Dövr edən bir dəqiqə tam hissə yazdıq. Dövr edən rəqəmlər 103 dövr edir. Dövrə qədərki ədəd yoxdur. 0, yəni saf dövr onluq kəsirdir. Dövr edən rəqəmlərin sayı 3 dənə. Dövr etməyən rəqəmlərin sayı da dövr etməyən rəqəm yoxdur deyə sayı da oldu 0 dənə. Sonra 17 tam 18, 72 və s. Deməli bu dolasıdır. 17 tam 18, 118. Mötərizədə də 72. Tam hissəsi oldu 17. Dövr edən rəqəmlər oldu 72. Dövrə qədərki rəqəmlər oldu 18. Dövr edən rəqəmlərin sayı 2. Dövrü olmayan rəqəmlərin sayı isə yenə də 2 oldu. Və axırıncısı 4 tam 456 dövrlərdə də 8'lər gedir. Deməli bu oldu 4 tam 456 dövrdə 8 mində 456. Bunun tam hissəsi elə oldu 4 tam. Tam hissəsi 4'dür. Sonra gəlir dövr edən rəqəmlər 8 dövr eləyir. Dövrə qədərki rəqəmlər 456'dır. Sonra bizə deyir dövr edən rəqəmlərin sayı bir dənə 8'dir. Dövr etməyən rəqəmlərin sayı da 3 dənədir. 456'dan gedir söhbət. Bu da oldu bizim cədvəlimizin tamamlanmış halı. 11 nömrəyə tapşırıq. Ədədlərini dövr onluq kəsir şəklində yazın. Yazaq. 11. Deməli 2 tam 15'də 7'dir. Burada 2 tama dəymirəm. Ya 2 tam yazıb vergülü qoyuram. Sonra 7'ni 15'ə bölürəm. 7'ni böləndə 15'ə 7'də 15 oldu 0 dəfə. Burada 2 tamı yazmışam onsuz ki. 70'də 15 4 dəfə elədi 60. Burada qaldı 10. 100'də 15 oldu 6 dəfə. 6 dəfə 15'in deliyi 90. Yenə qaldı burada 10. 100'də 15 yenə də 6 dəfə. Deməli bu oldu 4. 6'lar da təkrarlanır. 2 tam 10'da 4 dövrdə 6 şəklində. Sonra ikincisi 3 tam 18'də 5. 3 tam 18'də 5'i tapanda 3 tam yazıb vergülü qoyuram. Sonra 5'i 18'ə bölürəm. 5'də 18 oldu 0 dəfə.
50-də 18 oldu 2 dəfə. 36. Çıxanda qaldı 14. 140-da da 18 olar hardasa. Deməli 20-də 18 bir dəfə olduğuna görə 140-da da hardasa bir 7 dəfə olar. 7 dəfə seçsin 56. 5 yadda, 7 5 də yadda. 12. Çıxanda da qaldı burada 14. Burada yenə 140 oldu. 140-da yenə 7 dəfə. Deməli 7-lər artıq təkrarlanmağa başladığına görə 3,10-da 2 dövrdə 7 kimi dövr onluq kəsr şəklində çevrilər ədədimiz. 6,45-də 37-yə baxaq indi. 6,45-də 37 bərabərdir. 6 tam yazıram. 37-ni də bölürəm 45-ə. 37-də 45 aydınca 0 dəfə, çünki tam hissəsini yazmışam. 370-də 45, hər yüzlüyün içində bir dənə 45 var, 6 dənə olar. Bu 70-dəki də bir dənə də, bu 7 dənə. 8 dənə olanda 320 8 dəfə də olur. 8 dəfə 5-in 40, 4 yadda, 8 dəfə 4-ün 32, 4 də yadda 36. Burada qaldı 10. Bölünə də 0 qoyuram. 100-də 45 2 dəfə. 90. Yenə burada qaldı 10. 100-də 45 yenə 2 dəfə. Deməli 2-lər təkrarlanmağa başladı. Onda oldu 6, onda 8. Təkrarlanan hissədə dövrdə 2. Axırıncısı 12 tam 24-də 17 bərabərdir. 12 tam yazıb vergül qoyuram. Burada da 17-ni 24-də bölürəm. 17-də 24 0 dəfə. 170-də 24 olar. 4 dənə yüzlükdə olar. 3 dənə də burada 7 dənə. 7 dəfə 4-ün 28 2 yadda. 14 2 də yadda. Çıxanda qaldı 2. Bir dənə də yoxlayaq. 28 2 yadda. 14 2 də yadda. 16 2 qaldı. 20-də 24 olmadı. 0 dəfə. 200-də 24 olar. Deməli 8 dəfə. 8 dəfə 4-ün 32 3 yadda, 16 3 də yadda, 19. Çıxdım qaldı. 192 çıxanda qalır. Burada 8. 80-da 24. 80-da 24 olar. 3 dəfə. 3 dəfə olanda olar 72. Çıxanda yenə 8 qalır. Yenə 80-da 3 dəfə. Deməli, indi baxıram. Bura 7, 0, 8 olduğu kimi qaldı bir dəfə. 3-lər başladı təkrarlanmağa. Deməli, ədədimiz oldu 12 tam 1000-də 708 dövrdə 3 şəklində. Vəssalam. 12 nömrəli tapşırıq rəqəmlərindən istifadə etməklə bir neçədir dövrü onluq kəsir yazın. Saf və qarışıq dövrü onluq kəsirləri ayırın. Elə bunlar bu başdan ayrı-ayrı yazaq da. Deməli, saf dövrü onluq kəsir yazıram. Məsəl üçün 0,13 dövrdə 4. Bir dəqiqə. 0 tam dövr. Bir dəqiqə, bu qarışıq oldu. Başlığını da yazaq. Tələsdim. Bura başlığına yazaq. Saf. Bunlarda saflar düzəldək. Məsəl üçün 13 tam dövrdə 4. Saf dövrü onluq kəsirdir. Məsəl üçün 0 tam dövrdə 134. Yenə saf dövrü onluq kəsir. 8 tam dövrdə 13. Nə bilim 0 tam dövrdə 48. Bunlar hamısı saf dövrü onluq kəsirlərdir. İndi buradan da bir neçə dənə qarışıq yazaq. Qarışıq yazıram. Məsələn 0,1 dövrdə 34. Məsəl üçün yazıram 3,4 dövrdə 8. Rəqəmlərindən istifadə edilir. Bir neçə, yəni bu rəqəmlərdən hamısından istifadə edə bilərsən. Bir neçə dənəsindən də demir ki, hamısından istifadə edir. Məsəl üçün yazaram 13,04 dövrdə 8 də yazmaq olar. Məsəl üçün 84 tam 13'ü burada yazaram. 13 yazamaram. Onu yazaram burada. 3'ü də yazaram dövrdə. Deməli, bu sırada yazdığım isə qarışıq dövrü onluq kəsirlərə nümunələrdir. Vəssalam. Burada bu mövzu yekunlaşır. Növbəti mövzuda görüşərik inşallah. Sağ olun.